Salamlar, saygılar, əziz hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla Yol TV-dən sizin xidmətinizdəyik. Əziz dostlar, bu həftə, yəni bu keçən həftə bizim dostumuz Məcid Araz İsmail bəy Cəvadi anasını itirdilər. Çox sarsıldıq. Biz bu itkini hörmətli əziz qardaşımız Məcid bəy Cəvadiyə və İsmail bəy Cəvadiyə və bütün Cəvadi ailəsinə və Tohid bəy Cəvadi 3 qardaşa və o birisi qardaşlarından mən tanımıram, adlarını da bilmirəm. Onlara və bütün qovma əqrəbasına ki, vətənimiz Urmiyyədə vəfat etdi. Ora görüş üçün getmişmiş də orada bacısı, yəni xalasını itirmişmiş, vəfat eləmişmiş, onun bacısının cadına gedib, orada öz evlərində görün, Türkiyədən gedir, həmişə deyirmiş ki, mən qürbətdə vəfat eləyəcəm, belə, amma qismət olub ki, vətənimizdə bu zayə və bu faciə baş versin. Hər halda bu ailəyə can sağlığı, Allahdan səbr diləyirəm. Hətmən ay düşdür də bu haqda sözü vardı deyə, buyurun ay düşdür. Siz də baş sağlığınızı deyin, tabi biz verilişimizə addi və normal haqda qava aparaq. Buyurun ay düşdür. Teşekkür ederim Cənab Süleymanım. Mən də Azərbaycanın başı sağ olsun. Vəfat edən xanımın o evlatlarına, ailəsinə dediğiniz kimi mən də başsağlığı dilirəm. Və ümidvaram ki, son qəmləri olsun. Bizi də öz qəmlərində müştərək saysınlar və gözəl günlər gəlsin, qəmli günlər geçsin hamımız üçün və Azərbaycanın tekrar başı sağ olsun. Sağ olsun ki, belə rəhmətlik, yaxşı insanmış ki, belə gözəl insanlar, belə gözəl oğlatlar yetişdirib Azərbaycan uğruna çalışan insanları bəsləyib, gəlişdirib, sağ olsun, rəhmət sağ olsunlar və gözəl günlər gəlsin, qəmli günlər, kədərli günlər geçsin. Ay düşdür. Zarafata dostlar ona o Madər Rizayı deyirdilər. Deyirdilər ki, mücahidlər deyirmişlər ki, Madər Rizayı, o Hacı Xəlil Rizayının ailəsinə. Buna da elə zarafata uşaqlar bunu qoymuşlar, Azərbaycan anası. Azərbaycandan hər kim İstanbulcada Ankara'ya gedərmiş, gedib mütləq bunun qonağı olarmış və bu pəziralıq elərmiş. Orada məxsusən tələbələrimizi, məxsusən qız tələbələrin belə çox həmişə orada elə özlərinin anası kimi bilib və həqiqətən baş sağlığı deyirəm Məcid bəy və Tohid bəy və İsmail bəy hər üçü Cəvadiyə və Cəvadi ailəsinin ki, o birisilərin mən adlarını bilmirəm, hamısına, bacılarına, qardaşlarına son qəmləri olsun, başları sağ olsun, siz Azərbaycanımızın başı sağ olsun ki, belə analarımız var və bu analarla biz fəxr edirik. Allah rəhmət eləsin. Hər halda dostlar, bu günləri proqramımız 2 mövzuya həsr olunur və bu 2 mövzu bundan ibarətdir ki, biri o Bəndər Şəhid Rəcaidə baş verən hadisə ki, Bəndər Abbasın yaxınlığında bir dənə İskilədir və orada İranın ticarətinin qoya 70-80% oradan İrana və İranın iqtisadında çox böyük nəqş oynayır və bu deyirlər ki, neçə il bundan qabaq 3 gün bu bağlanıbdır və bu 3 gündə faciə baş verirmiş. İndi deyirlər ki, 2 həftəyə yaxın bu işə düşər və başlanar və işləməcə. Həqiqətən çox zor. Amma orada baş verən itkilər, filanlar, behmanlar çox belə ağır xəbərlər gəlir. Buna baxmayaraq ki, Cümhuriyyə İslami xəbər vermir və xəbərləri də düz deyil və
istərdim bu xəbəri ərz eləyəm ki, 5 dəqiqə ondan qabaq deyir ki, orada həmlə-i həvai ajiri çəkilir ki, güya orada həmlə-i həvai olacaq filan behman. 5 dəqiqədən sonra deyir, orada partlayış oldu. Və bu partlayış deyir, düz Sina şirkətinin sulələrində fəqət 600 nəfər orada işləyirmiş. Deyirlər ki, güya bu 600 nəfərdən bir nəfər sağ çıxmayıbdır. Dərhal ki, bunlar deyirlər ki, 60 nəfər ölübdür. Tək Suriye zətdə şirkət Sina ki, o da Sipahla əməkdaşlıq edirmiş və güya aid düşdür buyurdular ki, şirkəti Sinanın məhmulələri elə partlayışa səbəb olubdur və aid düşdür bu haqda çox gözəl məlumatlar verəcəklər. Və ikinci mövzu Azərbaycana Pezeşkiyanın səfəri və Pezeşkiyanın o cəmiyyətin arasında şeir oxumağı və Şəhriyardan oradan oxumağı həqiqətən bir, o da bir dənə hadisə tarixidir ki, gedib orada. Amma bundan qabaq orada Farsi danışmağı çox belə gülünc bir mövzuya çevrildi. Çünki burada ki, qəhrəmanlıq eləyirdi, ay Türk belə oldu, filan oldu. Gedib orada Farsi bəzi yerdə müsahibələr filanlar, behmanlar verməci belə çox gülünc bir mövzudur ki, adam hər halda sənin ana dilindir, orada rəsmi dövlətçilikdən artıq sən ana dilindən bir ölkəyə gedibsən ki, ora ikinci vətən deyə bilərəm. Hələ sənə elə sayılır. Necə ki, özü də müsahibəsində deyibdir ki, mən heç burada qürbətçilik hiss eləmirəm. Elə hiss eləyirəm, Təbrizdiyəm, Ərdəbildiyəm və bura mənim elə der həqiqət deməsə də, ifadə eləməsə də ana yurdumuzdur, Azərbaycanımızın bir parçasıdır, bizim belə vətənimizin bir parçasıdır və mənəvi də olaraq bizim bir bağlılığımız, fərhəngimiz, mədəniyyətimiz, kültürümüz birdir, aynıdır və biz bir xalqıq və bir millətük. Onun üçün orada biraz bu Farsi danışmağın ay düşdür elə o xüsusda da danışacaq. Ay düşdür, xoş gəlibsən proqramımıza. Hər halda buyurun, danışın xidmətiniz olaq. Süleymanı təşəkkür edirəm. Çox sağ olun ki, bu imkanı yine mənə verdiniz ki, millətimizlə bir danışaq yaxından. Hadisə çox üzücü bir hadisədir. Bəndər Abbas şəhrində dediğiniz kimi şəhid Rəcai'nin eskiləsində belə acı bir xəbər, acı bir günlər geçirdi. 2 gün olub bu hadisənin baş verməsindən bu tərəfə. Amma bu 2 gündə değişik bilgiler verilir. İran Radyo Televizyonu ki başta işte zaten inkar kimi bizadır ki elə çok bile əhəmiyyət vermirdi. Sanki hiçbir şey olmayıb gəsinə. Amma sonra məcbur qaldı ki bəzi xəbərlər verdi. Və ondan sonra da dediğiniz kimi orada zəhmətkeşlər, orada işləyənlər, hələ bu oranın bilirsiniz, sürücülər ay düşdü, sürücülər. Dediğiniz kimi soluda işləyənlər, o istidə, o şərqi havada istəyənlər hamısı zəhmətkeş insanlardır. Və nə yazıq ki, bu hadisələrdə geçəndə mədəndə olsun, geçəndə bilirsiniz ki, İranın mədənləri peş-peşə çökür və bir sürü karigərimiz, zəhmətkeşimiz o mədənlərdə ölür və burada da yine zəhmətkeş insanlar ölür. Ama itilaat geldiğinde bilirsiniz ki İran'ın zaten Cumhuriyet İslamı'nın sanki bir işi budur ki her şeyi emniyeti gözünden görür. Çünkü etimadı özüne de yoktu ve millet de zaten ona inanmır. Zaten bilir ki millet onun dediklerine inanmayacak. Ona göre her şeyi emniyeti görür ve emniyeti gözünden bakır. Ve yine de burada görürük ki biz o emniyet gözünden bazı verdiği itilaat kafi gelmir. Kafi olmadığı için de onu bir itilaatı verdiği obursu itilaatla tutmur.
ve bu bir iki günde zaten Ay Xamene'nin ki zaten birinci günde her şeye dikkat ederdi, elemedi ve dünən nihayet bir şey dedi. Ve yine de o da dedi ki bilmem bunun həmişə deyilən sözler. Bunu bir sitat kurulacak ve bu niye bu hadise qabağa geldi? Nece qabağa geldi? Kimler tarafından qabağa geldi? Ve nece oldu? Onun hakkında itilaat toplayacak. Ama bütün söhbətlerde, bütün facialerde bu sitat təşkil tapır. Ama ne yazık ki hiçbir neticede hiçbir zaman verilmir. O faciayı, o təyyarə, Ukrayna təyyarəsinin vurulması ki sitat təşkil tapdı ama hiçbir netice olmadı. Geçen de maden meselesinde böyle oldu. Bir sitade peygiriye bir silah hadise mətrah oldu. Ama sitat herhangi bir itilaat vermedi. Ve ona göre zaten ayrı hadiseler de belə qalır. Ve bu da bellidir ki zaman aşımına uğrayacak. Ve murur zamanla milletin yadından çıkacak. Ve ne yazık ki bir sürü xanavadeler, bazı xanavadeler oğlatsız qaldılar, bazı uşaqlar dədəsiz qaldılar, bazı xanımlar ərsiz qaldılar və mütəəssifanə bu hadisə devam edir. Ama hadise dediğiniz kimi Ay Süleymanı çok büyük bir hadisədir. Ay düşür, yox, o böyüklüyünə ki heç kimin şək tərdidi yoxdur. Ay düşür, deyirlər ki bu bir tərəfdən deyirlər xarici bir qüvvənin məxsusən İsrailin burada dəxaləti var və amma hakimiyyət deyir yoxdur. Hətta orada ajiri xətər elan olunur ki, həmlə-i həvai vardı. Ondan sonra 5 dəqiqə ondan sonra zad olur və millətin o videolarda da biz gördük ki, deyirlər ay Muşaç dəydi, ay filan dəydi. Bu tənaquzlar niyə ortaya gəlir? Dediğim gibi bu her şeye emniyet gözünden bakıldığı için zaten vaqiyyətlər dilə gətirilir. Şayələr də yol açır. Şayələr də bəllidir ki, sansür olsa, bir yer bağlı olsa şayələr də çoxalar ve o fasiləni də göstərir ki, orada yaşayan insanlarla hükümet organlarının arasında büyük bir fasile var. Ve zat getdi ora, vəziri Bestakeşver gedib ora, vəzir daxilə deyirik da, ağayı İskəndər Mümini o xanım vəzirinə, xanım Fərzaniyə, Sədiqli Fərzani nədir? Vəziri Rahu Tərabəli. Onlar gediblər, onlar ikisi de oradadılar, hələ də oradadılar, dünən də oradaydılar, bugün de oradaydılar. Reis Cumhur özü getdi, Ay Pezeshkiyan. Ay Pezeshkiyan Bimarstanı gezdi, bazı məcruhlarla danıştı ama vaqiyyət budur ki, böyük bir hadisə. Ama bu iqtisadi bodu nədir? Bir o iqtisadi boduna baxaq. Bir dənə maraqlı bir söz vardı ki, o hadisə yerinə heç məsul getməyibdi. Bəli, çünkü qorxurlar. O hadisə yerini deyib geçmə Ay Süleymanı. Hadisə yerində əvvələn qazhay səmmi var. Bu qazhay səmmi xob təsiri çoxdur. Bu təsiri həm uzun müddətdir, həm Çernobil kimi bir hadisədir orada. Yani o zaten Reis Cumhurun, ondan sonra Vəzir-i Rahın, ondan sonra o Vəzir-i Daxilənin qanı rəhlidir bu millətdən. Ya bu millətdən artıqdırlar. O imdadgərlər ki orada işləyirlər, vəziyyət, o gərgin bir vəziyyətdə. Hətta diri adamlar, sonra ölənlər vardı. Bəli, təbiidir. Çünki dediyimiz əlbəttə o elan olunub ki, məntəqədə, o şəhərdə, o məntəqəyə yaxın evlərdən heç kəs eşiyə çıxmasın. Yəni o hava ki alınır, tənəffüs ki olunur, o tənəffüs hətta uzun müddətdə ola bilər ki, bəzi mərizçiliklərə səbəbiyyət verir. Hətta hani sərətan məsələsi gündəmə gətirə bilər. Çox xətərnak bəzi atmosferlər. O nəvə neymiş ki, o cür yanıbdı ki, o cür? Burada 3-4 tane mesele var. O bayaq siz işarə buyurduğunuz kimi, o şirkət Sina ki, o sular ona aittir ve bu ambardır ki, zattan getirip bu eller bu konteynerlerde deyip ki, bir tane 3-5 tane değil. Əcəbdir, Reis Cumhur Ay Pezeshkiyan deyir ki, axı ola bilər ki,
1200 dana konteyner, yani büyük konteyner, bilirsiniz neçə tonluk konteyner. Bunlar 1200 dana birbirinin üstüne qalana ve ondan sonra 4-5 ayda ele qala. Bunların içinde yani mesela ot tutabilen, belli bir hava ile otlanabilen bazı maddeler de olabilir. İndi 3-4 tane mesele var. Biri budur ki, deyirlər kit keçdi. Çin'den uya İran'a muşeklerde işledilen nemeniye sukta mungemit deyirlər. Onu getirip, niye onu getirip? Geçen de bilirsiniz ki İran'a hem de İsrail. Uya İran o müngemit enerjini üreten yerler bombardıman oldu ve İran eləyəmir onu özü üretsin. Mecbur olup Çin'den içi keçdi, onlardan getirsin. Çin'de keton olar. Ve bunları orada depolayıp, bu ya onlar müştəil olub, onlar yani mesela otlanıp. Bu bir. İkincisi, siz bəyan işarələdiniz kimi, mən də eşitdim, mən də gördüm ki, bazı adamlar bazı filmler çekiblər, kliplər, orada uşaqlar hay çəkirlər ki, muşək vuruldu, muşək ilə vuruldu. Ama burada da ciddi bazı meseleler var. Çünkü Ay Süleyman'ı bu bir yer ot tutmayıb. Həmzaman 3 yerden ot əlov qalxmaya başlayıb. Yani 3 yerde patlamalar olur. Eğer hani bir yerde olsaydı, bir dənə mərhələyə əvvəldə olubdur ki, o mərhələyə əvvəldə çox belə səssat eləməyib. Amma ikinci mərhələdə deyirlər ay düşdür. Çox vəhşətli. 50 kilometrdə deyir eşidilib səsi heç, hətta deyir bəzi evlərin şüşəsi sınıb. Deyirlər ki, təqribən 3,75 derece Richter zelzele kimi bizde dolu. Yani o kadar kuvvetliymiş. Ve bunun iktisadi zaten çok bellidir ki milyarlar pul havaya uçup gidip yok olup. Bunun yanında hele de bütün ot söndürülmüyor. Bu demirdir bu kaplar. O demir kapların hele bilahare söndürülmesi, soğuması zaman alır. Ve hele de bir İran öz haberlerine göre güya 90% söndürülüp kontrol altına alınıp. Ama yine 10% yanır, her ləhzədə daha da ayrı yerlerde sıçrayabilir, ayrı yerlerde de bir sürü oyunlar oynanabilir. Ama bizim için ehemmiyet olan budur ki, niye İran İslam Cumhuriyeti vilayet fəqih sistemi, rejimi niye böyle şeylerden milletle her şeyi ortaya koymuyor? Niye orada yaşayan insanlar bu hükümete inanmır? Hükümetin dediğinin tam tersini çıkardılar. Ve böyle yerlerde şayiə de gündən günə çoxalır. Çünkü vaqiyyət değildir. Bu yıl mesela Ağayev Eje'yi emr verip, destur verip ki onun mesela müqəssirlər hemen tapılsın, hemen zada verilsin. Ama biz bakıp görəcək ki, her acı müqəssir zat tapılmayacak. Çünkü işin içinde oyunlar da var. İşin içinde ama 3-4 tane teori de var. Mesela bir teori budur ki, mesela düz həmzaman olmuştu müzakiratla. Düz o saatte ki müzakirat başladı. Bir o adamlar ki mesela bu şəraitdən faydalanırlar əzizlər iqtisadi. Onlar özleri at oynadılar. Onlar özleri bir şərait yaradırlar ki bu müzakireler nəticəyə yetişməsin. Çünkü onlar faydalanırlar. Yani bazı eller de bu işte vardı. Bu teoriler ya düzdür, ya düz değil veya kısmen düzdür, kısmen düz değil veya hiç düz değil. Bundan haberimiz yok bizim ama her şey dile getirilir. Çünkü rejim özü vaqiyyətləri demədiyi için bu her dediğiniz kimi şayiələr zaten çoxalar ama bəzi moğa görsən bu şayiələr elə təbdil olar vaqiyyətə, həqiqətə. Bu zaman bunu gösterəcək. Bəli, vaqiyyət budur ki, orada çalışanların
ne yazık ki yine birçoğu bizim öz həmvətənlərimiz, hələ dursun həmvətənlərimiz bizim öz Azərbaycanımızdandırlar ki, gediblər orada işləyirlər. Orada zəhmətkeş olaraq o məntəqədə işləyirlər. Hər şeydən yəni. Hər, nə bilim, oranın suların içində işləyirlər, kamyonlarda işləyirlər, gərsəğillərdə işləyirlər, değişik yerlerde işləyirlər. Gerçi biz onlar həmvətənimiz də fərq eləməz. Orada o məntəqədən olsun, ayrı yerdən olsun, Kürt olsun, Lor olsun, Bəluç olsun, Azərbaycanlı olsun. Bunlar hamısı bizim... Ay düşdür. Birini danışdırırdılar radyoda. Mən gördüm Türkəmən Səhradan bir dənə sürücü idi. Soruşurlar, nə oldu, nə baş verdi? Deyir, valla mən heç nə bilmirəm. Bilmirəm, xub bəllidir. Bəllidir, bu zəhmətkeş insandır, gəlib oradan yük alır, aparır, ranəndədir. Sürücüymüş, sadəcə sürücüymüş. Bəli, bəli. Be hər hal bu İran iqtisadına böyük bir darbə vuracaq. Çünki hələ iqtisadın belə can çəkişdiyi bu dönəmdə iqtisadın belə... Ay düşdür, bir dənə maşın oradan salim çıxmayıb. Hamısı yanıbdır. Bəli, bəli, bunlar hamısı... Məxsusən o trelilər ki, konteynerlər ki, gəlibdilər oradan yük daşıyırlar, hamısı zad olubdur. Yanıb aradan gedibdir. Bəli, bəli, bu böyük bir faciədir. Milli bir faciədir, insanlar üçün bir faciədir, məntəqə üçün bir faciədir. İran iqtisadı üçün bu yorğun iqtisad demək olar. Bu yorğun iqtisad üçün ayrı bir yükləyir və bu iqtisad zaten bombəstədir. Bu daha da ağırlaşdıracaq. Və yadınızdan çıxmasın ki, orada tək məvad kimyayiden çox ayrı məhsullar da var. Məvad qəzai var orada. Düyü var, nə bilim, məvad qəzai ki, o bu yüzden gəlib orada depolanıb. Oradan bütün ülkenin hər tərəfinə dağılacaqdır. Bütün biləxərə məvad qəzai zaten fikir eləmirəm, bu məvad qəzai zaten istifadə oluna bilər. Çünki tümüyle yox olmalıdır. Yox edilməlidir. Çünki o zaten bəzi şeylərlə qarışır. Bəzi illərlə, bəzi maddələrlə, kimyai maddələrlə çox xətərnak ola bilər. Umidvaram ki, millət bunu diqqətə alaraq çox məsələni ciddi tutsunlar. Hələ məxsusən məvad qəzai şeyləyəndə, alanda bu məsələni çox belə ciddiyyətlə göz qabağına alsınlar və bilsinlər ki, oradan, bundan sonra heç olmasa bəlli bir müddətcə oradan gətirilən məvad qəzai zat hamısı məsmum ola bilər, hamısı təsir qoya bilər insanlarımızın sağlığına. Və çox böyük bir hadisədir. Bilirsiniz ki, biraz da bəzi millətimizin haqlı da olaraq, Ay Süleymani, Ay İsmail Həniyənin və ya Sadın Beysila rəhbəri Hizbullahın öldürülməsində Həsən Nəsrullahın öldürülməsində zaten İranda 3 gün, 5 gün əzai ümumi elan olundu. Halbuki İranda... Ben istəyirdim elə bunu soruşam ki, Ağay Xameneyi Hindiyə kimi deyirlər ki, hələ Hindiyə kimi bir mövzə ortaya qoymayıbdır, təsliyyət deməyibdir. Yox, o zaten belə şeydir, onlara təsliyyət deyir, onlara 5 gün əzai ümumi, 3 gün əzai ümumi elan edir. Amma bir sürü insanımız orada ölüb, bir sürü insanımız, zəhmətkeş insanımız yox olub, ölüb. Benim cinayətdir, Ay Süleymanı. Bunlar bir cinayət. Özdə hakimiyyətin səhlənkarlığı əsasında. Gərək o əslən üzr istəyə bu millətdən. Deyək ki, ay millət, sizdən üzr istəyirəm ki, belə bir faciə baş veribdir. O şeyin, o Sina Suləsinin müdürü tez həzf oldu onun saytından. O yazmışdı ki, bax, necə əhəmiyyətli sözlərdir ha bunlar. Biz Avropada yaşıyoruz, belə sözlər Avropada desin, dəli olarlar. Deyir, adam konteynerlə mal gətirir, bizə demir bunun muhtevası nədir, bunun içində nə var? Ki biz bunu bəlli yerlərdə yerləşdirək. Ona görə bilmədiyimiz için ki, bunun içində nə var, barnaməni də bizə verəndə yanlış barnamə verir.
değişik barname verir. Biz bilmediğimiz için bunlar birbirinin üstüne yığılmışıq. Biri müştəri olanda o burslar da hamısı patlayıb, o bursların hamısını təsir altına alıb. Amma istəməyəm ki, bunlar yəni nə qədər təqəllüb var bu məmləkətdə, nə qədər əxlaq yox olub ay Süleyman. Tərəf pul için, maddiyat için o barnamenin vaqiyyət nə var onun içində onu belə demək istəmir. Onu göstərmək istəmir. Ay düşdür. Bu özünlük deyir ki, bu əmniyyətin nirulara, yəni dövlətin o təhlükəsizlik orqanlarına, məsələn, nirugah atomiyə lazımi şeylər gəlir. Onu onlara gətirən, heç o gətirənin adına gətirirlər. Ona vaqiyi heç onun dəxaləti yoxdur ki. Ay Süleyman, biləxələ bunların hamısından keçid soruşdu da Xameneydə. Çıxacaq bu oyunlar nədə oynayırsan? Deyərim, axırda belə deyər, əvvəldə deməz. Axırda belə deyər, biz millətimizin əmniyyətini təmin eləmək üçün bütün bu işləri edirik. Axı millətin əmniyyəti təmin olur. Millətin birdən deyir 600 nəfər bir dənə şirkətin surəsində 600 nəfərdən bir nəfər diri çıxmayıbdır. Ay Süleyman, bu necə əmniyyətdir? Ay düşdür. Bimaristanın öz adamı deyir ki, çox tədadda ölünü biz şinasayı eləyənmədik. Yəni kül olublar. Biz ona göre bunların DNA'sından bunların kim olduğunu çıkarmalıyız. Yani bak şu hadise nedir? Orada verirler PSŞ kanuniye de. Orada da her hal. Yani sistemden vaqiyyətdə de bazı mövquf dilə getirilir. Bəli tez üstü örtülür. Ki yani her şeye dedim əmniyyətin baxdıqları için. Her şeye əmniyyətin baxdıqları için. Bunu da biləxərə bir növ istirlər. Şey eləsinlər. Bəziləri keşfət gedib oraya. Ağayı İskəndər Mu'min. İskəndər Mu'min indi oradadır. Biləxərə deyir, təşəkkür edir millətdən, fəaliyyət edənlərdən. Fəqət Ay Süleyman, bir şey çox diqqətimi çəkdi. Bir çox şəhərdə insanlar səfə durub qan verməyə başladılar. Bu da bir həmbəstəcini göstərir. Bu da milletin çarəsi yoxdur ki, ay düşdür. Zaten 2-3 nəfərdən soruşdu xəbərini. Qanı bu televizyonu İran dedim səhətdə iş görə bildi, qan verə bildi. Düz deyirdi. Əlindən millətindən gəlir. Bu da göstərir ki, millət bir-birinin halindən xəbərləri var. Yəni bir-birlərinə can yanırlar. Və Ay Süleymanı, bu rejim artıq fikirləmirəm ki, eləyə bilər, davam gətirir. Bu mümkün deyil yani. Bax, müdiriyyət eləyənmir. Nə caməni müdiriyyət eləyə bilir. Nə bax, ola bilər dediğiniz bəlkə ayrı bir sürü dünyanın hər tərəfində bəzi hadisələr olar ki, qeyri-mütərəqqibə hadisələrdir, kontrollar. Amma onun haqqında məlumat toplarlar, onun haqqında eləyirlər ki, bir daha belə bir şey düzgün xəbər rəsanı olar, millətə düzgün söz deyərlər. Mən yaşadığım ülkədə... Ya belə bir dənə xarici qüvvə bunu vırıbdır. Baxın, bu hakimiyyət burada müqəssir deyir ki. Hakimiyyətin burada günahı yoxdur. Və bu millətdən niyə bunu gizlədirsən ki? Bir dənə həmli həvai olub, ya bir dənə partlayış olub, partlayış əmdi olub, o ayrı bir mübahisədir. Qeyri-əmdidir, bu da açılmalıdır. Bu nəmayəndə məclis dedi ki, İsrail vurub. Bu İsrail tərəfindən bu işlənir. Dedi bir dənə nəmayəndə məclis. Amma o birisi nəmayəndələr də deyir, xeyr, sən iştibahın var, bu elə müştəhil olub, elə bir şey yanıb, bir şey o tutub. Hətta bəzi söhbətlər də vardı ki, güya xərabkarlıq olub. Yəni, ot vurublar bəzi şeylərə. Bəzi konteynerlərə ot vurublar, ot müştəhil olub. Bilirsiniz ki, bəzi zatlar kontroldan çıxar. Kontroldan çıxıb, bunların bəlkə məqsədləri 2 dənəsi yandırmaqdır, indi yüzləri yanıb. Yüzlərcəsi yanıb. Artıq, yəni, məsələ kontroldan çıxıb. Amma müdiriyyət də yoxdur, Süleyman. Müdiriyyət yoxdur.
Yəni bir Ay məmləkət, düşdür. Bu tək bu deyir ki, sel olur, bəli, düzgün bir dənə amar vermirlər. Zəlzələ ki Allahın bəlasıdır və hakimiyyət onu eləməyib ki. Nədir hədəf var bunların arxasında mən bilmirəm. Çünki düzgün tələfat, düzgün belə bu zəlzələ də Allahın müsibətidir, Allahın bəlasıdır. Bəşərin əlində deyir ki bu. Gətirir, demirlər ki, nə olur, nə hadisə baş verir. Əvvələn hər şey dediyim ki, bunlar hər şey əmniyyəti gözdən baxırlar. Deyirlər, bu xəbər verilsə, millətin içində nə təsir qoyar? Bizim hakimiyyətimizə bir zərər verərmi, verməzmi? Onları diqqətə alırlar. Yəni, hər şey dediyim kimi, yəni, əmniyyəti gözdən baxılır. Bu toylara belə əmniyyəti gözdən baxılır. Adam ölüb, aparırlar quyulamağa, onun əmniyyəti gözdən baxırlar. Əhməd Şamlı illərdir ölüb, onun məzarına qoymurlar ki, millət aparsın, onu sevənlər, şairdir sevənlər, onu aparsınlar, gül qoysunlar məzarına. Ona da əmniyyəti gözündən baxırlar. Yəni, mənzur, hər şeyin əsasında əmniyyət var. Yəni, bunlar əmniyyəti gözlərindən hər zada o gözündən baxırlar. Ona görə xub təbiidir ki, çapdırırlar. Hətta gəlibdir, məsələn, dünən yine tıpkı bərnamədə bəzi roznamələrə, bəzi zatlara, faalan ictimainin zadına şey göndərdilər ki, biz sizi məhkəməyə verəcək. Siz niyə xəbər yaymışsınız? Siz fəqət müvəzzəfsiz, bizim verdiyimiz xəbəri yayasınız. Ayrı xəbər yayamazsınız. Yəni, məsələ budur. Yəni, məmləkətin hər şeyi yəni olca ixtina Kıbtay budur da. Bundan artıq nə olur? Mətbuat onun üçündür müxtəlif fikirləri, düşüncələri yaysın, ortaya qoysun. Mətbuatın vəzifəsi budur. Mətbuat bir məmləkətin həm qulağıdır, həm gözü. Bəli. Sən mətbuatdan bir şeymə gizləmə olar. Bu yaşadığımız, sənin yaşadığın, mənim bu yaşadığım bu məmləkət. Ay düşdür, hava peymada zat eləyib, hava peymada xəbərlər yayılır ki, bu hava peymada gəlir Trump. Demirəm, Trump yaxşıdır. Mən Trumpın bütün siyasətlərinə qarşıyam. Bəli. Bu vaqiyyətdir. Mən bunu zat da eləmirəm. Demirəm, mən zadın siyasətinə Trumpın qarşıyam. Amma o xəbər rəsanidə bunlar xətti tamam qoyurlar. Axı, biləxələ, demokratik bir məmləkətin əsas zadə elə mətbuatdır. Heç mən Trump'ı demokratik adam da bilmirəm. Amma o camiə demokratikdir. Camiə, bəli, camiə bunu vadar edir ki, xəbər yayılsın. Ay düzdür, gələk ki, ikinci konumuza, çox həmiyyət daşıyan bəli. Və çox mühüm mövzu Ağay Pezeşkiyanın səfəridir Azərbaycana. Amma buna baxmayaraq ki, ay düşdür. Bir teyf çox belə cad elədi, çalışdı. Düşdür Əhməd Kazimi. Düşdür Əhməd Kazimi mən soruşdum dostlardan, mən bunu tanımırdım. Bu kimdir, nəçidir? Özü Azərbaycandan deport olunmuş bir zatdır. Cada xəttonişan çəkibdi bir məqaləsində Ağay Pezeşkiyana. Çox maraqlıdır. Bu adam hara bağlıdır, məlumdur. Yəni, İran quya bətər demokratikdir. Cumhuri İslamidə bir dənə zat nivisəndə çıxır, rəis cumhura yaman yazır. Ondan sonra yüzlər dənə türkçü beqoli sayt Pezeşkiyana yaman yazırlar filan. Axır nəhayət getdi İlham Əliyev zadın nəmənədir, səhyonizmin zadı. Bax, bu zatlar nəmənədir, niyə baş verir bu məsələ? Ay Süleymani, əvvələn Azərbaycan Cumhuriyyəti ilə İran İslam Cumhuriyyəti arasındakı rabitələr heç vaxt yaxşı olmayıb. Həmişə məsələ ilə qarşı-qarşıya gəlir. Niyə axı? İlləti nədir? Təməlində budur ki, İranda bir zehniyyət var. İranda o pan-İranistçi zehniyyət hələ də oranın bir cumhuriyyət oluşunu,
və o cümhuriyyətin də qabağa getdiyini, hətta uluslararası, millətlərarası orada hani musiqinin cərəyan tapması, vərzişin orada olması, Bakının bəzi mizban olduğu bəzi böyük hadisələrə, yəni böyük toplantılara mizbanlıq eləməsi İranın xoşuna getmir. Çünki İran mesela özünü onu qəbul eləmir. O pan-İranistlər zaten oranın bir müstəqil bir cumhuriyyət oluşuna qarşılar. Niyə axı? İllətini istəyirlər. Özləri yuxarı görürlər. Oranı hələ də İranın bir parçası zənn edirlər. Axı o Gürcüstan da elə İranın tərkibində olub. Ondan da sonra o zaman olmayıb ki, ayrı zaman olmayıb. Bu elə Türk hökumətlərinin Ağa Məhəmmədxan oranı fəth edib, Ağa Məhəmmədxan alıbdı, Türklər elə alıbdı. Türklərin balansında olubdu. Amma burada niyə həssasiyyət var? Çox sadə, bu çox çətin. Məsələn, Ermənistana yoxdur heç bu həssasiyyət. Olmaz, çünki Ermənistanla İran arasında həm dil məsələsində fərqliliklər var, həm dil məsələsində fərqliliklər var. Amma bizim Azərbaycanla özümüz eyni yox. Dilimiz eynidir. Hani inançlı insanlar için məzhəb eynidir. Və hər zadımız aşağı yuxarı təbarımız eynidir. Və təbiidir ki, bəzi o pan-İranistlər xub narahat olurlar İranın Azərbaycana yaxınlaşmasına və Azərbaycanın da İrana yaxınlaşmasına. Zaten ondan dolayıdır ki, mən sizə bir amar verirəm ki, təəccübavərdir. Yəni İran bilirsiniz ki, bugün 90 milyon, yavaş-yavaş 89-90 milyona yanaşır İran cəmiyyəti. Və bu cəmiyyətin böyük bir miqdarı da, böyük bir tedadı da Türkdür. Azərbaycanlıdır və ya Türkdür. Türkmenlər var milyonlar, Qaşqaylar var milyonlar. Azərbaycanda yaşamırlar bunlar. Bunlar ayrı yerdə yaşayırlar ama Türkdürlər. Qaşqay Türkləri Şirazdadırlar ama Türkdürlər. Və İranın ayrı yerlərində səpələnmiş milyonlar Türk var. Və bunlar dilləri Türkdür, hissləri Türkdür. Çox cəlib Dayı Süleyman. Hissləri Türkdür. Özlərini Türk hiss edirlər. Və bunlar şey için, pan-İranistlər için bir xətər gördülər pan-İranistlər özlərini onları. Hətta onları mesela aşağı düşürmək için bilirsiniz ki, 1000 dana İranda oyun oynayırlar. Filmlərdə, seriallarda, bilmirəm, o izdə, bu izdə Türkləri aşağı düşürmək için əllərindən gələn işləri görürlər. Xoşbəxtanə, mən dediyiniz kimi, siz özünüzdə buyurduğunuz kimi, mən də Pezeşkiyanın bəlli çox işlərindən razı deyirəm pek. Amma biləxərə bir Azərbaycanlı olduğu məni biraz mutlu edir. Məni biraz özümə etimadımı çoxaldır. Bir yerdə mən onunla özümü kimlik olarak eyni görürəm. Çünkü biləxərə bizdəndir, yani bizim dilimizdən danışır. Və Ay Süleymani, Pezeşkiyanın bir neçə dəfə Türkçe şeir okuması İran'da belə hələ. İşte demirəm, Azərbaycan Cumhuriyyətində demirəm. Bəzi zatları, pan-İranistləri qaşındırdı. Bəzi pan-İranistləri əsəbləşdirdi. Ki bu niyə? Rəsmi dilimiz Farsıdır, amma bu ara sıra Türkçe şeir okuyur. Harada yazıb axı, rəsmi məkatibi idarə deyir ki bu. O deyir, o rəsmi insandır. Necə rəsmi? Bu kütlənin məfşurəsini ifadə edib, gəlib deyir. Mən evdə dedi, qızlarımla, uşaqlarımla Türkçe danışıram. Onu da məsələlədilər. Bu məmləkətin dili rəsmidir. Bir-iki dəfə o yüzden Türkçe şeir okudu. Bu ağzına vurdular. Elə gənə də, indi Bakıda Türkçe şeir okudu. Bəlkə 10 dəqiqə millət əl vırıbdı. Ben çok onu istəyəm deyəm ki, əvvələn ki, dediğiniz kimi zaten çok böyle xoşhal olduğu üzündən belliydi. Yani elə bir şey dediği kimi elə Təbrizdən qalxıb Ərdəbilə gedib veya Ərdəbildən qalxıb Təbrizə gəlib. Çok belə özünü rahat, aramış içerisinde insan tipinden görünürdü. Şehriyar'ın bu şiirini okudu. Bir uçaydım bu çırpınan yeline, bağlaşaydım dağdan aşan
selinə. Selinə. Ağlaşaydım uzaq düşən elinə. Elinə. Bir görəydim ayrılığı kim saldı? Ülkəmizdə kim qırıldı, kim qaldı? Bu, beləxərə Şəhriyarın məşhur şeirlərindən biridir və mənalı şeirdir də. Və Şəhriyar özü də elə o taya yazıbdı onu. Bəli. Bu şeiri oxudu. Ay Süleymanı, salon birdən-birə ayağa qalxdı. Partladı, düzdür. Mən gördüm o salonu, gördüm bu şeiri oxuyanlar. Mən də gördüm, Aydır. Və çox belə ümid verici bir şeydir. Amma gələk o bu tərəfə. Gələk görək ki, bu Azərbaycanla İranın məsələsi nədir? Bilirsiniz, çox hadisələr gedir. Azərbaycan elçiliyini bastı bir nəfər, adamı öldürdü elçilikdə, yəni səfarətində. Ondan sonra o yol məsələsi, o koridor məsələsi var. O koridor məsələsinə İran qarşı çıxır. Hətta deyir ki, mən Zəngəzur koridoru, deyir, qoymaram ki, orada coğrafiya dəyişsin, xətti qırmızımızdır. Bilirsiniz ki, o 44 gün müharibədən sonra zaten İran orada zaten ordusunu, gücünü nümayişə qoydu. Fərmandehlər oraya getdilər. Tankləri bu Ərəz çayının üstündən keçirtdilər. Ki biz belə hər şeyi zadıq kontrolümüz altındadır və xətti qırmızımızdır. İttifaqın bu indavayı Pezeşkiyan dedi ki, bizim zada Azərbaycandan gəlib bizim oradan o koridoru hazırlayırıq ki, Nəxçıvana getmək üçün əslində bizim ölkəmizdən geçsinlər Nəxçıvana. Yəni əmələn o Zəngəzur dəhlizinə təqribən yox deyir burada. Yəni elə bir yol hazırlayırıq, koridor hazırlayırıq. Həm koridoru Nəxçıvan üçün yol hazırlayırıq, həm də ki bilirsiniz biz Azərbaycandan bir yol çəkilir. Onlar çəkiblər Astaраdan geçsin ta geçsin Asiyaya qədər. O yolun İran tərəfi hələ çəkməyib, çəkən bir imkan da yoxdur. Zaten imkanı malisi də yoxdur. İranın nüfuz iqtisadisi çox xərabdır artıq. Mümkün də deyil. Nəysə o bais olub ki İran narahatdır. İran bəzi şeylər narahatdır. Bir təbiidir ki Azərbaycanın uluslar arası yəni millətlərlə, bütün millətlərlə rabitəsinə, hətta İsraillə rabitəsinə. Bilirsiniz ki, İsrailin nüfuz vəziri də gələn həftə gedir Bakıya. Yəni, yaxşı rabitələri var. Bilirsiniz ki, o 500 kilogram ki, Şurabad Tehrandan İsrail sənəd oğulladı. Onları Astaradan geçitdilər Bakıya. Torguzabad. Şurabad Tehrandan. Torguzabad. Yox, Şurabad deyil. Ben Şurabad oxudum. Ola bilər dediğiniz kimi Torguzabad. Şurabad Tehrandan oxudum. Böyle apardı neyse yani məzur ola İran narahatdır ki siz Şiə məzhəb bir yer olarak, Şiə məzhəb bir ülke olarak dünyanın ikinci Şiə məzhəb ülkəsidir. Bakı gerçek qanun əsasında özünü laik ve sekular bir devlet tanıdır. Ve zaten bütün dinlere devlet makamları aynı gözünden bakar. Hatta dinsizlere bile o kelime de geçir kanun esasında. Bütün dinlere aynı mesafededir, aynı zatdadır. Yani herhangi bir dinin zadını tutun. Ona göre kanun esasında da resmi din yazılmıyor. Ki hangi din resmidir orada. Ha millet olabilir, milletin çoxu Şiə olabilir, çoxu məscidə gedə bilər, çoxu getmir. Hər kəs özün bilir. Ama dövlət məzhəblərə qarşı, dinlərə qarşı hamısına eyni gözlə baxır. Heç bir zat deyil yəni. Mesela birine sempati, birine antipati yoktu yani. Birini sevsin, birini sevməsin diye bir şey. Mənzur Azərbaycanı buyurursunuz da. Bəli, Azərbaycan Cumhuriyyətini deyirəm mən. Ona göre ama bütün bu 44 günlük muharebeden sonra bilirsiniz ki əmələn İran Ermənistanı himayət elədi. Ermənistanı həm əzizləri əsləhə himayət elədi, həm əzizləri enerji himayət elədi.
Hayır, 15 dəqiqə vaxtımız qalır, cəmbənd edin. Məsələn, məvad qəzai zadə Ermənistanı himayət elədi. Azərbaycanı, hətta Azərbaycanı dedim, bəzi yerlərdə mesela təhdid mahiyyətində də bəzi söhbətlər dilə gətirildi İranda. Yəni o 44 gün hadisədən sonra Azərbaycanın hani itirilmiş torpaqlarının geri alınmasını İranda xoş qarşılamadılar. Kimlər çox xoş qarşılamadı? Biz Azərbaycanlılar da biz çox sevindik. Çünkü biz zaten tecavüz olarak görmürdük. Biz diyoruz ki Azerbaycan'dan ayrılmış, zorla alınan torpaqlar 30 ildən sonra yine öz məmləkətə qeydir. Yine biləxərə millət de oradan avara düşmüştü, tekrar yerlerine dönürler. Ama bu yeni ayı, bunu demedi yadımdan çıkmadan diyeyim ki, Ağay Pezeşkiyanın bir söhbəti de ilgimi çekti. Ve o da dedi ki, Qarabağ Azerbaycan'ın ayrılmaz torpağı. Azerbaycan'ın ayrılmaz hissəsidir. Yani o da güzel idi, onun da dediği yerindeydi. Ve ondan sonra da çok tabiiydi ki protokol gereği Farsı danışılacak. Siz bayağı işarelediniz ki orada niye Farsı danışsa? Umumen protokol gereği Farsı danışırlar. Ama bellidir ki xüsusi oturumlarda Elə o dənizin qırağına ki getmişdilər, baxırdılar. Həm ikisi orada xüsusi, ikisi elə məlum idi ki Azərbaycanca danışırlar. Zaten belliydi ki eyni dili danışırlar. Neşeleri zaten yerindeydi. Eyni dilden. Ama İran hələ də ki Süleyman'ın çok büyük bir iktisadi zada potansiyele ikisi ülke sahip olduğu halde bu potansiyeli işledebilirler. Bak geçen ilden bu tarafa bir asale bir %20 zat artıbdı rabıta iktisadi. Ama yine buna rağmen iki ülkenin mecmui zade iktisadi alışverişi 600 milyon dolardır. Yani 600 milyon dolar 90 milyonluk bir ülke. 10 milyonluq Azərbaycan Cumhuriyyəti üçün hələ belə yaxınlıq, hani həm dil etibarilə yaxınlığımız, həm kültür yaxınlığımız olan bir ülke için çox az. Ay düşdür. Siz fikirləşirsiniz ki, çox üzr istəyirəm bu sualı soruşum, çox həmiyyətlidir. Ona görə məcburam soruşam. Siz fikirləşirsiniz ki, bu İranla Azərbaycanın arasında bu vəziyyəti ki hakimdir, bu bir dənə təğyir tapa. Aya o adamlar ki müxalifdirlər, 24 saatı Azərbaycana qarşı yazırlar. Hətta Pezeşkiyanın özünün də əleyhinə yazırlar. Bəli. O neyrular qətlən dəftəri rəhbəriyə bağlıdırlar. Qətlən bu necə olur? Mən Əli Süleymanı orada bir dənə azad izhar nəzər eləyə bilmirəm. Amma orada o adamlar hətta Mərd-i Şumari 2 Xameneydən sonra Ağay Pezeşkiyanda ona da qarşı yazırlar. Bax, bu adamlar icazə verəcəklər bu vəziyyəti siyasi, iqtisadidə bir dönüş nöqtəsi ola. Bak Ay Süleyman, dediği şeyde pay var. Ay Pezeşkiyan'ın yazdıkları demokrasi işareti değil. O reis cumhur nəqd olunabilir. Reis cumhur aleyhine çok şeyler yazılabilir. Ama Azerbaycan için yazıldığı için onlar gözden Irak deyilir ve yazılır ve onların da herhangi bir mesuliyette daşımırlar yazanlar. Ama o demokrasini, o azadlığı ayrı şeylerde istifade edemezler. Yani ama Azerbaycan aleyhine olduğu için İran ona göz yumur. Yani ağay rəhbər gözü yumur da. Gözün, o neden rəhbər? O hani o İran paniranistler biləxərə özlərini yoxdur. Onlar heç kəsə, azadlıq heç kəsə yoxdur. O adamlara vardı, o adamlar da ağadan dəstur alırlar. Siz sual verdiniz ki, yani söhbət üstə belə idi ki, məsələn İranda güya
ay Pezeşkiyanın əleyhinə şeylər yazırlar. Bu yazmırlar dərvaqə. Əgər Azərbaycanı ilgiləndirirsə, deyirlər yoxdur, qoy yazsınlar, nə yazacaqlar yazsınlar. Amma Yəni o xətt-i xututdan çıxanda yazır. Amma gələk soraq ki, bu Azərbaycanla bir gözəl bir sual buyurdu ki, acaba ufukta görünür ki, İran ilə Azərbaycanın rəvabit iqtisadisi, rəvabit siyasi bundan yaxşı olsun. Azərbaycan çox potansiyel var. Çok var. Bir xatırın ki, birincisi budur ki, Şimal-Cünub yolu Azərbaycan və İrandan geçərsə, həm İran için böyük imkanat verir, həm maddi imkanat, yəni bir transport puludur da, həm də Azərbaycan için. Çünkü bütün o məntəqəni əvvəl yol qıssalar, saniyen iki ülke içinde imkanat doğar. Bunu İran eğer oyun oynamasa, bunu icraya koysa, iki ülke için çok yaxşı olar. İkincisi, İran'ın Azərbaycana və Azərbaycanın İran'a vereceği çok şeyler var. Məsələn, biz indi qərar aldı ki, gələn ildən Rusiya qazı Supap sistemiyle İran'a Azərbaycandan verilsin. Yani necə olsun? Yani Azərbaycan 53 milyard metr mükəbbil. Bəli, yani Azərbaycan Rusiya qazını alıp İran'a verecek. O taraftan da Rusiya hesabına herhalde gaz satacak. Yani o rabiteler olabilir. Böyle şeyler iktisatta var. Ama o yol üzerinden gelecek. Yani Azerbaycan buradan istifadesini götürecek. Çünkü transport hakkı var. O Azerbaycan için çok yaxşıdır. Ama o yol idame yapabilir ki dediğim gibi de mesela Asya'ya. Asya zatlarına İran üzerinden geçirilirse çok hem ucuz olar, hem yaxşı olar, hem İran için. Böyle bir imkanat var. Azerbaycan'ın İran'a vereceği çok şeyler var. Çok madenler var. Hadi sənətdə işlenilecek madenler var. Ve İran'ın da Azerbaycan'a vereceği çok şeyler var. Kaldı ki bizim Məvadi qəzai falan bizim kültürümüz yaxındır. Dilimiz yaxındır. Məncə məsələn benim öz ixtiyar sahibi olsam orada bazarhay mərzi təşkil verirəm. Bütün Azərbaycan düşdür, tətil oldu. O Covid'dən sonra tətil oldu. Biləsuvarda zaten mənim özüm Biləsuvarda bizim orada dərhal mənim qohumlarım vardı. O qohumlar gelsinler o bazardan faydalansınlar. Hatta İranlılar yesin onların bazarlarından faydalansınlar. Yani bir rabite iktisadı çok gelişirse ister istemez rabite siyasi de gelişir. Her şey bak bütün mesele buradadır ki İran'dan de bağırırlar, çağırırlar ki Amerika buna sərmayəguzarlıq eləsin. Amerika gələr sərmayəguzarlıq har deyilər oradaki sərmayəsi əmniyyət altında olsun. Sənin vaxt ki bizim rabite siyasın yoxdur. Hələ bütün onun konsul gəzini alınırsan, onun sifarətini alınırsan, o gəlib sənin məmləkətində niyə sərmayəguzarlıq eləsin? Ağılana bir danışır. Əvvəl rabite siyasi bərqərar elə, ondan sonra yavaş. Elhamdülillah bizim Azərbaycan Cumhuriyeti ile rabite siyasımız var. Ama çok dostane değil. Çok dost, kardeşlik zadında değil. Hani sözde kardeş yok. Milyonlar Azərbaycanı bu tayda yaşayır. Ortada da şu belli de 10 milyon, 11 milyon da o tarafta yaşayır. Her zadımız da birbirimize yakındı. Ama bu rabite niye gelişmir? Bu gelişmelidir ve bu potansiyel de var. Hele dediğim gibi mal alışverişinden ziyade transport meselesi var. Yani bu Şimal-Cünub, bu koridor Şimal-Cünub dediğimiz ile oradan başlayır. Hatta Avrupa'dan başlayır, gelir Azerbaycan'dan geçir, gelir İran'dan gelir hani Asya'ya yani Orta Asya'ya. Bunlar hamısı bizim için de böyle imkanattı. Azerbaycan için de böyle imkanattı ve bunu faydalanmak lazımdı. Yani bu düşmançılıksa atılmalıdır. O İran'ın o panranistlerin adı budur ki hatta galipti. Bizim İran'da 50-60 milyon Türk var. Zaten bu dışı bilmem. Bunlar
Hani türkü danışanda, türkü mesela dilimizi isteyende bile deyirlər bunlar İlham Əliyevin uşaqlarıdır. Bunlar İlham Əliyevi işləyirlər. Axı nədir bak, niyə işləyir? Nə olubdu məgər? Biz özümüzə nə olubdu ki? Bütün imkanatımız ola. Ay düşdür, heç biz o dildə danışmaq, o bizim dilimizdir. Bəli, dilimiz də Necə axı Tacikistan İranın o Hovuzi fərhəngisi olur. Bu da bizim Hovuzi fərhəngimizdir də. Fərqimiz bu da Süleyman. Fərqimiz budur ki, İran, Tacikistan danışıqlarına bir sürü maddi yardım edir, köməklik edir. Odur. Bir sürü köməklik edir. Amma milyonlar Azərbaycanlı ki o tərəfdə eyni Heç dildə... Azərbaycanın İranın köməyinə ehtiyacı yoxdur ki. Özünün pulu sirvəti vardır. Ay Süleyman, bu maliyyat ki səndən alınır, məndən alınır, sənin xanavadından, mənim xanavadımdan alınır. Onlar da kömək mali, kömək fərqi göndərilir Tacikistana. Niyə bunun bir miqdarı göndərilməsin? Fərz edək, o tərəfdə bizim dildaşlarımıza. Bacı qardaşlarımıza, bəli, əmoğlanlarımıza, dayı oğlanlarımıza. Ay düşdür, mən bilmirəm Azərbaycanlıyam, mən ya İranlıyam. Mənim 2 dənə uşağım ora vətəndaşıdır. Bəli. Xanımım ora vətəndaşıdır. Ondan sonra bibilərim, dədəmin bibiləri oradadır. Dədəmin əmiləri oradadır. Ondan sonra inanın mənə qardaşdan artıq hörmət edirlər ora gedəndə. Əslən belə, eyni millət... Mən İmişli rayonuna gedəndə inanın mən bilmirəm ki, mən hardıyam. O qədər məni qonaq çağıran səfə durur, adam bilmir kimin evinə geçsin. Bəli. Yəni eyni millət o, hər zadımız eynidir. Bu rabitə siyasi, rabitə iqtisadi, rabitə fərəngi. Qoca nənəmin qəbri o tərəfdədir. Bəli. Babamın qəbri Arazın bu tayındadır. Yəni 10 kilometr aramız var bir-birimizdən. Belə bu sünni mərzilərlə insanlar ki bölmə olmaz. Sünni mərzilərlə qərarlardı, mərzilərlə insanları ayırmağın bir mənası yoxdur. Ona görədir bu bir uçaydım bu çırpınan yerindən. Şəhriyarın çok güzel bir şeydi, çok mənadar bir şeydi. Ve bu şehrin Pezeşkan tarafından orada okunması məni qürurlandırdı. Amma umud edirəm ki, bu vaqiiyyət tapsın. Bu sözlər həqiqətən əməli olunsun, imkan verilsin ağay Pezeşkana. Bu rabitələr, mən qabaqda bir videoda özüm tək danışmışam, ay düşdür. Orada ərz eləmişəm ki, biz heç vaxt razı deyirik ki, Azərbaycanla Respublikasından İran hökuməti toqquşsun. Niyə? Bu toqquşma belə hazır rəvani, psikolojik cəhətindən bu millətin həm o tərəfdə, bu tərəfdə hər ikisini narahat edir. Niyə? Ona görə ki, o qədər bu millət bir-birinə bağlıdır ki, bunları siyasət ayıra bilməz. Bunların məhəbbəti, ilgiləri, siyasi zat deyil, ilgi deyil. Bunlar həqiqətən bir-birini çox istəyirlər. Bir nəsl, bir kök, bir soydan olan millətdir. Bu nə İlham Əliyevləndir, nə Xameneyi lənətullahlandır. Allah ona lənət eləsin ki, bu siyasətləri gətirib belə bu milləti bir-birindən döyüşdürür. Əlbəttə o siyasət bilirsiniz, çox belə Rıza Şah zamanından qabağa aparılan bir siyasətdir. Biz dedik ki, İslam Cumhuriyyəti gələndən sonra bəlkə demokratik bir ortam hazırlanar və biz obrisi millətlərlə hətta ayrı, yəni ayrı coğrafiyada yaşayıb da eyni millət olmuş. Bir de Zahid Süleyman'ın dil kimliktir. Bizim kimliğimiz eynidir. Yani ister Bakıda yaşasın, ister Təbrizdə yaşasın, kimliğimiz eynidir. Çünkü dilimiz eynidir. Ay düşdür. Biz səbəbi, nəsəbi bir-birimizə bağlı bir millətdir. Bəli. Bizim onların da o iqtisadında, onların da camiasında aşağıdan giden insanların kanı, aşağıda giden insanların canı, bilirsiniz ki o mədenlerde, Bakı mədenlərində
minlərcə aşağıdan gedən insan can verir. Düzdür. Və oradan gələn Fəqr fəlakət İranda bahis olubdu, çıxsın geçsin o millət orada yaşasın da. Niyə Pişəvəri xatirələrində yazır? Yazır ki 200.000 ailə İranda o Azərbaycanın tərkibinə güneydən gedən 200.000 ailə neft quyularında və tək Bakıda yaşayır. Və bunların da Yəni zadın cəmiyyətindən artıq, Bakının öz cəmiyyətindən artıq güneyli cəmiyyəti orada yaşayır. Bunlar can veriblər orada. Bunların bir sürü orada fəlakətdə və yoxsulluqla, hətta kardiyaçılıqla, zəhmətkeşliyi və oradan bizim tərəfə də ictimai fəaliyyətlər gəlib. Kültürel fəaliyyətlər gəlib. Məfkurəni oradan, inqilabi məfkurələr oradan İrana varid olubdur. Hətta modernizm ki var idi bizim ədəbiyyatımızda, sənətimizdə, kültürümüzdə, mədəniyyətimizdə oradan gəlibdir, varid olubdur İrana. Avropaya yaxınmış, Ruslara yaxınmış, Avropanın bilirsiniz ki bizim hələ bir neçə il bundan qabağa qədər, yaxınızdan 100 il bundan qabağa qədər İrandan şahzadələr, şahlar gedəndə o yol ilə gedərdilər Avropaya. Bəli, düzdür. Yəni orada bizim quzərgahımız Xəzərə, Xəzərdən oradan Bakıdan ya İrvandan gedərmişlər. Tiflisdən, Qaradenizdən bilmirəm, yavaş-yavaş gedərdilər. Yəni bu təbiidir ki, belə bir rabitəmiz olmalıdır və bu çox sevindiricidir ki, Ay Pezeshkiyan orada Türkçe okuması. İnşallah umidvaram ay düşdür. Programımız da başa çatdı. Umidvaram inşallah bu bir sərfəsli olsun. Bu millətin bir-birinə əlaqəsinin genişlənməyi və o aləmi mənada o Azərbaycan birləşsin. Sağ olun, şad qalın, əziz hörmətli izləyənlər. Və ay düşdür. Sizdən də çox-çox təşəkkür edirəm ki, təşrif buyurdunuz, gözəl sözlərlə, gözəl o danışıqlarınızla bu millətimizin xidmətində bircə olduq. Sizə minnətdarlığımı bildirirəm. Sağ olun, şad qalın. Gələn görüşlərə qədər əziz hörmətli izləyənlər və xahiş edirəm bizim videoları paylaşmaq da unutmayın. Sağ olun, şad qalın. Sağ olun.